Bu günləri Yardım rayonu Horan kəndində bir ali məclisdəyik. Şəhidimiz Emin Rüstəmin 5-ci il dönümündə, anım günündə yığışmışıq. Azərbaycanın hər yerində olduğu kimi, mən bu sözü çox təkrar eləmişəm, yanımda tarixçilər var. Yəni, hər yerində oktyabr ayı faciəvi kimi qeyd olunur. O cümlədən biz də Yardım rayonunda oktyabrda silsiləli şəhidləri vermişik. Azə müəllim və Vaqif müəllim. Biz də şəhidləri çalışdığımız qədər, bacardığımız qədər şəhidseverlərlə, şəhid atalarıyla, dövlət məmurları ilə onların 5-ci il dönümünün istə-istə, yəni silsilə şəklində keçirdirik. Növbəti tədbirimiz də burada Horanlı kəndindədir. Mən çox danışmıram, ona görə ki, danışanlar, yəni şəhid atalar burada, dövlət məmurlarımız var, ziyalılarımız iştirak edir. Sözü başqalarına yəqin ki, verəcəyəm. İndi elə ilk sözü həmişə bizim adətimizdən, ənəmizdir və vicdani borcumuzdur, şəhid atalarına veririk. Elə yanımdakı şəhid atalarına başlayayım. Yardımda ayın 30 sentyabr 2020-ci ildə ilk şəhidimiz olub, Yardım rayonu üzrə. 2 şəhidimiz olub, biri Kürək kəndində olub, biri də Mirimli kəndində. Əliyev Elçin Kürəkdə, Cavidli, Zeynallı Cavid də, yəni Mirimli kəndində və sol tərəfimdə də şəhidin atası Mirimli kəndindən, Mirimli kənd orta məktəbinin direktoru, tarixçi qardaşımız və 2 dənə də bilirsiniz, həmən şəhidimizin körpəsi, övladı əmanət qalıb Vaqif babasına. Vaqif müəllim, buyur. Çox sağ ol Əsədullah müəllim. Mən gələn hər bir şəxsi burada salamlayıram. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Amin. Qəbirlərin nurla doldursun, yerlərin cənnət, məkanların onların daha yüksək eyləsin. Əlbəttə ki, onlar yüksəkdir. Biz bugün elə bir yerə, elə bir ailəyə gəlib toplaşmışıq ki, bəlkə də bu ailənin 5 il bundan əvvəl bu kəndin cəmaatını da hamısı tanımırdı. Amma bu günləri Allah məkanın cənnət eləsin, şəhidin sayəsində nəinki bu kənddə, Yardımlı rayonunda demək hər kəs tərəfindən tanıtılır. Bu bizim şəhidimizin, belə deyək, onun şücaətidir, onun qəhrəmanlığıdır. Və bizim şəhidlərimizin hər birisi vətən yolunda şəhid olurlar. Elə bir yolda şəhid olurlar, elə bir müqəddəs yolda ki, İmam Hüseynin davamçısı olub, İmam Hüseynin yolu ilə gedib. Mən məzaradan çıxanda belə bir arzu elədim ki, Allah bu şəhidlərimizi İmam Hüseynindən ayrı salmasın. Amin. Çünki orası çox müqəddəs məkandır, çox müqəddəs bir yerdir. Və xoş adamın halına ki, o İmam Hüseynə yoldaş ola bilir. Onun yanında ola bilir. Əsbablar da bu yolu özləri üçün seçdilər. Eyni zamanda vətən yolunda. Vətəni sevmək öz imanlandır. Yəni bu şəhidlərin hər birisi, indi belə deyək, biz soruşsaq elə şəhidin atasından, valideynindən deyəcək ki, Allaha bağlı idi. Yəni şəhidlərin hər birisi, şəhid olan şəxslər Allaha bağlı olan adamlar. İmamına, öz dininə, əqidəsinə bağlı olan şəxslərdir. Çünki bu şəhidliyin özü də bir imanla gəlir. Yəni ola bilərdi, belədir ki, o da başqaları kimi getməzdi, yaxud orada qaça bilərdi, orada gizlənə bilərdi. Ancaq onun imanı, onun əqidəsi ona yol vermədi və hər şeydən üstün vətəni tutdu, ananı tutdu, bacını tutdu, torpaqları hər şeydən üstün tutub, öz canını tapşırdı, getdi. Və bayaq da mən belə də şunu danışmayacağım, mən bir şey dedim. Ola bilsin, belə bu Horanlı kəndinin özünü də burada oturan, bu dayanan şəxslərdən bəlkə heç bir 50% tanımırdı, bunun yolu hardandır, gəlir. Məsələn, bugünkü bu kəndi gələn adamlar şəhidin hesabına tanıtır. Bu kənd, bu şəhidin kəndidir. Əgər bizə belə deyək, məsələn, mənim üçün desəydilər ki, bu kənd adamların sıralar ilə başlayıb yazmağa, mən derdim ki, birinci şəhidin adını yazardım. Çünki bu kəndin fəxri sakinidir. Bugün burada fiziki cəhətdən olmasa da, amma adı əbədi bir tarixə yazılmış bir şəxsdir. Əbədi olaraq bu kəndin sakinidir və bu kəndi, belə deyək, dünya səviyyəsində olmasa bütün Azərbaycanda tanıtılan şəxsdir və ona görə bu kəndin fəxri bir şəhididir. Mən müharibə haqqında necə başladı, necə getdi, bunların haqqında mənim belə deyək, təsəvvürlərim, məlumatlarım çoxdur başqa, amma bunların haqqında mən danışmaq istəmirəm. Artıq bundan 5 il keçir, bizim hər birimiz belə deyək, prezidentin çıxışları, nə bilim, başqa çıxışları hamısını görmüşük, eşitmişik, görürük ki, bugün də bizim cənab prezidentimiz vətən müharibəsindən danışan həmişə fəxrlə deyir. Bu müharibəni bizim şəhidlərimiz qurdu. Yəni, prezident dəfələrlə çıxışlarında deyib ki, nə qədər belə müvəffəq bir plan da hazırlansa, nə qədər silahımız da olsa, o bəzən deyirlər ki, nə bilim, Türkiyə falan şey verdi, Türkiyə bunu Ukrayna bizdən də çox satır, həmin o puaları. İsrail bizdən də çox satır.
Ama gün-gündən Ukrayna torpaqları işğal olunur. Hətta bir nəfərə bir sual verəndə belə bir şey deyək. O diplomatların birisinə qayda deyib ki, bəs niyə burada məğlub olur Azərbaycanda belə? Deyib çünki burada Azərbaycan şəhidləri yoxdur. Azərbaycan şəhidləri yoxdur. Əgər Azərbaycan şəhidləri Ukraynada Azərbaycanda kimi döyüşsəydilər, bəli, indi Ukrayna Rusiyanın nə qədər? Çünki Azərbaycan Rusiya qalib gəldi də. Kimdir ki Ukrayna? Azərbaycanla Rusiya qalib gəldi bu müharibədə. Hər biriniz də baxırsınız da bugün Azərbaycan prezidenti ilə danışanda elə bil hansısa ona tabe olan bir icra başçısı ilə danışır. Yəni Rusiyanın prezidenti cənab prezidentin qarşısında bir icra başçısı kimi hərəkət edir. Onu gəlib görüşməyin, durub getməyin, onunla öpüşməyi görəndə siz bunun açıqlasını şahid olursunuz, görürsünüz bu hadisələrdə hər birisi bilirsiniz. Yəni bunu da o səviyyəyə qaldıran prezidenti də, xalqı da, millət də, dünyada tanıtıran bizim bu şəhidlərimizdir və o da ona görə deyir ki, Azərbaycan şəhidi. Yəni çəkinmədi ölməkdən, amma hər şeydən vətən üstüdür. Ölsə də vətənini azad elədi və bugün biz xoş belə asıldı deyə bilirik ki, artıq bizim üçün erməni təhlükəsi yoxdur. Ermənidən qorxmağa ehtiyac yoxdur. Çünki bizim şəhidlərimiz bir dəfəlik onları yerində, yurdunda oturur. Bir dəfəlik. Və Allah onların cəmi, hamısı, Azərbaycan 30 minə qədər şəhid verib, 30 bin şəhidimizi. Allah rəhmət eləsin, məkanların cənnət eləsin. O müharibədə döyüşən qazilərimizdir, vətən müharibəsi iştirakçılarıdır. Onlara Allah can sağlığı versin, şəfa versin, uzun ömür versin və biz də həmişə onların haqqında danışanda belə fəxrlə, qürurla danışırıq. Sağ ol Vaqif müəllim. Allah hər birinizə səbr versin. Çox gözəl bir simət oxundu. Bəli, bizi qələbəni, ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Başkomandanımız və Azərbaycanın müzəffər ordusu oldu. Bizim ordumuz, yəni sübut elədi ki, Azərbaycanın möhkəm ordusu var. 4 oktyabr 2025-ci ildə 5-ci il dönümünü keçirdiyimiz xüsusi təyinatlı şəhidimiz, Arus kəndində dəfn edilmiş şəhidimizin Amal Qarayevin atası, Asablar Orta Məktəbinin direktoru Ədalət müəllim məclisdə iştirak. Buyurun. Ben burada dəvət olan ölkədə şəhid atalarını, analarını salam edirəm. Şəhid sevərləri salam edirəm. Kənd cəmaatını, rayon ictimaiyyətini, dövlət hökumət quruluşları hamısı salam edirəm. Düzdür, mən bayaq gələndə də bir ifadə işlətdim. Dedim, Allahın qüdrətinə və möcüzəsinə baxın ki, nə qədər ədalət. Bunlar hansı şəraitdə necə şəhid olmağını nasıl olmalı? Bu günlər biz onların ziyarətinə gəlmişik. Belə bir günəşli gündə bu Allahın bizə verdiyi. O şəhidlər olan olurlar Allah tərəfindən. Hamımızı Allah yaradıb, hamımızı dünyadan gedəcək. Bu şəhidlər əbədi yaşardı. Onlar heç vaxt ölmürlər, ölməzlər. Həmişə xatırlanacaq. Və yardımlığın ən hündür dağ kəndlərindən biri olacaq. Onun kəndi də baxanda bu ətraf kəndlər hər tərəf Azərbaycanın bütün hüdudlarından bura görünür. Bu şəhidi olan Allah tərəfindən bir ehtiramdır. Bax, bu məkandır. Bu kəndin müqəddəsliyidir. Çünki bu şəhidi var kəndi. Və doğrudan da bu 44 günlük müharibəni qalibiyyətlə başa vuran, bax, o oğullar, o şəhidlər, o qazilər vətən tarixini yazdılar. Biz şəhidlərimizə fəxr edirik. Zaman illər ötəcək, nəsillər yenilənəcək. Amma şəhidlərin uyduğu məkan və şəhidlər heç vaxt unudulmayacaq. Hesab edirəm ki, Əsədullah müəllim qeyd edir, Vaqif müəllim qeyd edir, sentyabrın 27-si bizim üçün ağırlı, kədərli bir gün oldu. Düzdür, biz torpaqlarımızın azadlığı uğrunda müharibəyə, savaşa başladık. Qəhrəman bir böyük şəkil. İgid oğullarımızın qalxdığı bir müharibəyə, savaşa qalxdık. Və şəhidlərimiz oldu. Biz artıq bizə qalibiyyəti yaşadan və Azərbaycan çağdaş tarixində 8 noyabr zəfər tarixini yazan o təqvim qarşıdadır. Biz onun ərəfəsindəyik. Bu illər onun 5 illiyi qeyd olunur. Şimdi bir neçə gün bundan əvvəl Milli Məclisdə qələbənin 5 illiyi haqqında bir bəyanat qəbul edildi və bütün dünya ölkələrində bəyan olundu. Dünya dövlətləri də bəli Azərbaycanın o mərd oğullarının, o qəhrəman oğullarının göstərdiyi şücaətin qarşısında baş əyir. Xalqımız müzəffərdir. Ordumuz qalib oldu. Və Ali Başkomandan, qalibiyyətli müzəffər ordunun Ali Başkomandanı da bugün həm ordu baş qərargah komandanı kimi, həm də ki, ölkə prezidenti kimi bütün dünyada, bütün dövlətlər ən yüksək sammitlərdə belə çox yüksək ehtiram və qürurla qarşılanır. Bu Azərbaycan xalqını qürurlandırır. Şəxsən biz şəhid atalarını da ruhlandırır. Allah'tan mən də şəhidlərimizə rəhmət,
yerleri cennet mekanlıkları şad olsun. Buradan her birinize de öz teşekkür ederim. Sağ olun. Çok sağ olun. Məclisimizdə yenə də şəhid ataları, başımızın tacı şəhid ataları iştirak edirlər. Sizə söz verdim. İndi noyabr ayında il 5-ci il dönümü keçirəcəyimiz, 11-də keçirəcəyimiz